Müasir zamanımızda yaşadığımız bu zamanda müəyyən insanlar ortaya çıxıblar, onlar danışırlar və güya xurafatın əleyhinə danışırlar. Və eyni zamanda mövzuların da adını belə qoyurlar ki, biz nağıllarla mübarizə edirik, nağıllardan bezmisinizsə, gəlin biz sizə kömək eləyək. Amma həqiqətdə baxıb görürük ki, onların dərdi insanların xurafatlarla məşğul olması deyil. Onların dərdi insanların nağıl dinləməsi deyil. Onların dərdi müəyyən bir dəstə insanın səhvindən yapışaraq onu aktuallaşdırıb hər hansı bir dəyəri köklü şəkildə aradan aparmaqdır. İlk öncə qeyd edeyim ki, əziz dostlar, qardaşlar, nağıl heç də həmişə pis deyil. Əgər bir hadisə keçmişdə baş veribsə, həmin hadisə həqiqi bir hadisədirsə və həmin hadisə tarixi bir hadisədirsə, ictimai və siyasi bir hadisədirsə, o hadisəni insanlar üçün danışıb ibrət götürüləsi nöqtələrini insanlara vermək, bu gözəl bir şeydir. Bu nağıl deyil. Əgər ona qalsa, o insanlar ki, deyirlər, nağıldan bezmişsə bizə müraciət edin, gəlin Quran-ı Kərimə baxaq. Quran-ı Kərimdə Qissələr surəsi var. Surətül Qasas. Qasas surəsi, yəni qissələr, hadisələr, yəni nağıllar. Nağıla ona görə nağıl deyirlər ki, hər hansı bir zamanda olub, keçmiş bir zamanda olub. O zamandan həmin hadisəni yazılarla, danışıqlarla köçürüblər bizim zamana. O zamandan bu hadisəyə nəql olunub. Ona görə ona deyirlər nağıl. Quran-ı Kərim isə ona qəsəs deyir, hadisələr. Yəqub Peyğəmbərin hadisəsi, Yusuf Peyğəmbərin hadisəsi, Əyyub Peyğəmbərin hadisəsi, Yunus Peyğəmbərin hadisəsi. Əgər həqiqətən bir dəstə insan nağılla mübarizə edirsə, nağıl ümumiyyətlə qəbul olunmayandırsa, Quran-ı Kərim nağıllarla doludur. Amma Quran-ı Kərimin təqdim etdiyi nağıllar Allah tərəfindən təsdiqlənir və eyni zamanda haqqında buyurulur ki, bu hadisələrdə sizin üçün ibrətli bir nüanslar var. Gəlin, baxaq görək bunların işləri nədən ibarətdir. Nağıl adıyla, xurafat adıyla bir böyük cəmiyyətin dəyərini sındırmaq istəyirlər. Gəlin, baxaq bu insanlar necə insanlardır. Ümumiyyətlə, əziz dostlar, bu insanlar bu cəmiyyətə nə kimi töhfə verib? Və Quranla yaşayan insanlar, onlar ki, deyirlər, biz Quranla yaşayırıq və Quran yaşayış kitabıdır, Quran həyat kitabıdır. Bu pafoslu sözlərdən istifadə edirlər. Təbii ki, bunların hamısının arxasında yalan durur, hərəkətləri bunu bəlli eləyir. Görək onların yaşayışları necədir? Niyə görə bu insanlar müəyyən dəstə insanların kütləvi şəkildə toplum halında günaha mürtəkib olmasından, günah bataqlığında batmasından narahat deyirlər. İnsanların fitnə fəsadla məşğul olmasından narahat deyirlər. Bunlar insanların hüzr məclislərində toplaşdığından narahatdırlar. Amma müəyyən toy məclislərində yüzlərlə, minlərlə insanın zərər çəkməyindən narahat deyirlər. Gənclərin şərab içməyindən narahat deyirlər. Axı, Quran-ı Kərimdə şərab ayəsi də var. Niyə görə bu insanlar bunları işıqlandırmırlar? Məhər bu insanların həyatı, əgər nağılla məhv edilmiş, hesab edək ki, belədir, nağılla məhv edilmiş insanların həyatı, həyat da onun qeydinə qalmaq lazımdırsa, şərabla, hər hansı bir narkotik vasitələrlə həyatı məhv edilmiş gənclərin halına yanmaq lazım deyil. Quran-ı Kərim burada xilas yolu göstərməli deyil. Deməli, siz insanların həyatları üçün yanmırsınız. İnsanları nə xoşbəxt edərsə, siz ona xurafat adı qoyub insanları bədbəxt etmək istəyirsiniz. Diqqət eləsəz, onların çıxışlarına diqqət eləsəz, onlara verilən suallara, cavablarına diqqət eləsəz, əgər doğrudan da bu islah edirsə, ona sual verən niyə alçalsın ki? Bir insan mənə sual verir, əvvəl onu alçaldıram, sonra deyirəm ki, bu düz deyil, bu inkar olunur Quran-ı Kərimə əsasən. Belə ifadələrlə istifadə edirəm. Xahiş edirəm sizdən dəqiq dinləyin, hər kəsə dəqiq dinləyin. Mənim bu dəqiq sizinlə danışdığım bu çıxışımı da dəqiq dinləyin. Hər bir şeyə köklü yanaşın. Ola bilər insan bir halda olar ki, kiminsə səhv təbliğatı onun xeyrinə olar. Mən bu dəqiqə günah eləmək istəyirəm. Bir nəfər də gəldi, mənim üçün bir təbliğat üfüqü açdı və o təbliğat üfüqü mənim üçün mənim xeyrimədir.
Və mən rahat-rahat günahımı eləyə bilərəm. Qəza namazı yoxdur, filan şey yoxdur, filan şey yoxdur. Məscidə getmə, məscid söhbəti boşdur. Elə harda dua eləsən, Allah səndən qəbul eləyəcək. Bu kimi cümlələr məlumdur ki, hər hansı bir məqsədə xidmət göstərir. Quran-ı Kərim bu kimi insanları belə təqdim edir. Ayəni deməmişdən öncə nəzərimizə çatdırım ki, bu xalq, bu ölkənin vətəndaşları illərdir inanca köklənərək yaşayırlar və bu inanca köklənmələri onların milli və mənəvi dəyərlərini qorumaqdadır. Bəziləri biraz qabarıq şəkildə, bəziləri biraz nisbətən ondan fərqli şəkildə. Fərqi yoxdur, məzhəbindən asılı olmayaraq. Bu xalq Peyğəmbərə bağlandı və Peyğəmbərin yaxın tərəfdarlarına ürək köklədilər, qəlb köklədilər və nəticəsi də çox gözəl oldu. Bu xalq bir oldu. Fikir verirsiniz, bu ortaya çıxanlar nə edirlər? İnsanların toplaşdıqları yerləri hədəfə alırlar. 1. Qəbr üstə toplaşmaq olmaz. Şəhidin cənazəsi ətrafında yoxdular. Görəsən, bunlar doğrudan da səmimi bu xalqın halına yanırlar. Bu xalqın evladları canlarını bu torpaqların yolunda, bu xalqın heysiyyətinin yolunda qurban verdiyi halda bunlar haradaydılar? Niyə danışmırdılar, niyə dinmirdilər? Mərd-mərdana sual vermək lazımdır. Bunlar niyə görə şəhidlərin pak müqəddəs cənazələrini qarşılamağa çıxmadılar? Niyə görə bunlar heç bir şəhid anasının gözünün yaşını silmədilər? Niyə görə bunlar heç bir şəhid evladının yanında görsənmədilər? Davranışlarından bəllidir ki, bunlar bu xalqın düşmənidirlər. Bunlar bu xalqın gələcəyinin uğurlu olmasını istəməyən insanlardır. Diqqət eləsək, hansı dəyərləri hədəfləyirlər? 3, 40 və il məclislərini hədəfləyirlər. Bəli, israfçılıq var, gəlin israfını yığışdıraq. Bir məclisdə əgər israfçılıq varsa, israfın yığışdıraq, qalan şeylər qovasın. Qoy insanlar bir-biri ilə dərdlərini bölüşsünlər. İnsan psixologiyada hətta bunu təsdiq edir ki, insan bir-biri ilə dərdini bölüşərsə, insan yüngülləşər. 3 məclisində insanlar bir-birləri ilə bir-birinin dərdinə şərik olmağa gedirlər. Bəli, müəyyən adət-ənənədən doğan müəyyən qaydalar varsa, bunlar uyğun deyil, israfçılıqdır. Bəli, gəlin bu israfçılığı yığışdıraq, dəyər öz yerində qalsın. Siz niyə görə düzgün yanaşmırsınız məsələyə? Qədir gecələrində toplaşan insanları hədəfə alır. Niyə? Çünki insanlar cəmiyyət olaraq, bir xalqın nümayəndəsi olaraq hamısı bir araya toplaşırlar. Bunları parçalamaq lazımdır xurafat adıyla. Adına xurafat qoyub parçalamaq lazımdır ki, xalq lazım olan vaxtda bir ola bilməsin. Mən bilmirəm bu kimin planıdır və bunları ortaya kim atıb, bunlar kimin planlarını icra edirlər, amma hər halda bu xalqın, bu dövlətin xeyrinə olan planlar deyil. Quranı başa qoymağa ad qoyur ki, xurafatdır, Quranı beyinə salmaq lazımdır. Qeyd edeyim ki, Quran beyinə yeridilməməlidir. Beynin Quranı qəbul etməyə gücü yoxdur. Quranı qəbul etmək üçün qəlbdə iman olmalıdır və o imanla, Quran nuraniyyəti ilə qəbul edilməlidir. Sən Quranı o zəif və naqis beyninlə qəbul etdiyin üçün elə Qurana bugün artıq xurafat və lazım olmayan mənaları verməkdə cəhd göstərirsən. Quran-ı Kərim belə vurur. Onlar ki, deyirlər, mən bu cəmaatı xurafatdan, nağıllardan azad etmək istəyirəm, Quran vurur. Biz deyirik, onlara fitnə fəsad törətməyin. Siz xalqı bölürsünüz, siz insanları bölürsünüz. Və bölgüçülükdən danışdıqları halda fikir verirsə, sosial şəbəkələrə ən ixtilaflı məsələləri, ən problemli məsələləri həmişə bu şəxslər işıqlandırırlar. Və bir ajartaj yaradırlar, çevirirlər bir aktual məsələyə, onu qloballaşdırırlar. Sosial şəbəkədə nəyin söhbəti gedir? Baxın siz Allah, nəyin söhbəti gedir? Bir nəfər məclisində atası üçün 3 verirdi, məclisdə yemək verdi, bu yemək lazım deyil. Təsəvvür edin, müasir dünyada görün nəyin mövzusunu müzakirə edirlər. Görün nəydən söhbət gedir. Görün nə qədər absurd yanaşmadır bunların yanaşmaları. Onlara deyəndə deyirlər ki, biz ancaq düzəltmək istəyirik. Yaxşı, gəlin görək Quran nədir bu kimi insanlar haqqında. Demirlər, Quranla danışaq, Quranla danışırıq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və izə qilə ləhum la tufsidu fil arz. Onlara deyildiyi zaman ki, yer üzündə fəsad yaratmayın, ixtilaf yaratmayın, ayrılıq yaratmayın, günahla yer üzünü doldurmayın. Qalu, onlar nə deyərlər?
İnnəmə nəhnu muslihun. Biz yalnız islah eləmək istəyirik. İnsanların düşüncələrini düzəltmək istəyirik, gözəlləşdirmək istəyirik. Amma Allah bunların bu sözlərinə məhəl qoymur. Allah bunların bu sözlərinə məhəl qoymur. Ələ innəhum humul mufsidun və lakin la yəşurun. Məyər onlar bilmirlər ki, hiss eləmirlər ki, əslində yer üzündə fəsadı bunlar törədirlər. Sən gəlirsən, neçə il xalq bir dəyərin ətrafında toplaşıb, cəmləşib və düşünürlər, bu dəyəri inkişaf elətdirmək istəyirlər. Azərbaycan cəmiyyəti, Əhl-i-Beyt, Peyğəmbər cəmiyyətidir. Bu Peyğəmbərin ardıca gedən insanlardır bunlar. Sən görmürsən, bu insanlar illərdir, əsrlərdir bu dəyəri qoruyub saxlayıblar. Pirə gedənlə mübarizə edirsən, məscidə gedənlə mübarizə edirsən, hara çağırırsan cəmaatı? Yaxşı, bu insanlar nəyin ətrafında cəm olmalıdırlar? Nəyin ətrafında birləşməlidirlər? Hər hansı bir dövlətin rəsmi nümayəndəsi məscidləri ziyarət edir, pirlərlə tanış olur, komitə sədri pirlərlə tanış olur, pirlərin din xadimləri ilə tanış olur, inkişaf elətdirmək üçün çalışır, zəhmətdə çəkir, onu da vurur. Məscidə gedən adi bir insanı da vurur. Biri çıxır, deyir, məscidi sökmək lazımdır, biri deyir, məsciddə dua etməyə ehtiyac yoxdur. Elə Allahla sən öz aranda nə hal varsa, münasibət varsa, o əlaqəni bərpa eləmək lazımdır. Fikir versək, bunların hamısı eyni hədəfə kökləniblər. Tək ki, bu xalq bir olmasın. Tək insanlar bir olmasınlar. Tək ki, bunları əqidə üzərindən parçalayaq. Onları bölük eləyək. Sonra onlar fitnə fəsada düşsünlər. Bir-birlərlə düşmən olsunlar. Bir-birlərlə dalaşsınlar. Bir-birlərinə mehribanlıqları olmasın. Bunların davranışlarından görsənir ki, bunlar xalqa ögəydilər. Bunlar bu xalqa yaddılar. Bunlar ümumiyyətlə Peyğəmbər dininə yad bir cərəyanlardır. İndi müasir dövrdür, biri kostyum giyinəcək, o insanların şəxsiyyətinin terroru ilə məşğul olacaq, biri kostyum giyinməyəcək, terror ilə məşğul olacaq. Kostyum giyinir, qalıstuq salır, Qurandan danışır, Quran oxuyur. Elə bilsən ki, elmi adamdır. Kostyum və qalıstuq insanı elmli eləmir. İnsanın qəlbi insaflı olandan sonra, qəlbi gözəl olandan sonra və sağlam meyarlarla bir elmə gələndən sonra bu insan elmli eləyir. İstənilən bir libaslı insan elmli ola bilir. Ona görə də, əziz dostlar və qardaşlar, mən istəyirəm haradasa sizi bir xəbərdarlıq kimi, hər birinizə xəbərdarlıq edim ki, bu kimi məsələ dəqiq analiz edin və dəqiq diqqət edin. Hər kəs yaxşı söz danışdırsa, bu demək deyil ki, bu insanlar xalqın, cəmiyyətin və bizim xeyrimizi istəyirlər. Bir toplumu öldürmək istəyirsənsə, onu aşkar öldürmək düzgün deyil. Ona balın içində zəhər yedirmək lazımdır. Cümlələr bal kimidir, gözəldir. Ona görə Allah Quran-ı Kərimdə Peyğəmbərə buyurur ki, Peyğəmbər, onların, yəni münafiqlərin, yəni bu kimi insanların danışıqları, cazibəli danışıqları səni özünə cəlb eləməsin. Allah onların ürəklərinin içindən xəbərdardır. Ürəkləri bunların xəstədir. وَلَهُمْ قُلُوبٌ لَا تَفْقَهُونَ بِهَا. Onların qəlbləri var, amma anlamırlar. فِي قُلُوبِهِمْ مَرَزٌ فَزَادَهُمُ اللّٰهُ مَرَزًا. Onların qəlblərində bir xəstəlik var ki, bu xalqla düşmənçilik etməklə Allah onların xəstəliklərini daha da artıracaq. Allahdan istəyirəm, Allah bizim xalqımızı, dövlətimizi, vətənimizi hər cür pis niyyətli insanların hərəkətlərindən, pis rəftarlarından qorusun. Allah dinimizi qorumaqda, milli və mənəvi dəyərlərimizi qorumaqda bizim əlimizdən tutsun. Allah bu xalqı həmişə bir eləsin. Bu xalqın birliyini pozmaq istəyənlərin planlarını həmişə onların iç üzlərini açmaqla onların öz başlarına qaytarsın.